Sözün əsl mənasında bu sözün bitdiyi yerdir. Biz 33 ildir gözləyirdik onu. Yəni 33 ildə heç bir xəbər də yox idi. Mərd uşağı idi, elə bir uşağı idi ki, yoldan keçən bir adam olaydı, heç tanımadığı ya qız olaydı, ya qadın, ya ana, bütün canını qoyardı onun yolunda ki, tək o adamın işi düzəlsin, özü ziyan da götürsün. Şəhidlər ölməz, vətən bölünməz. 33 il sonra tapılan şəhid dəfn olundu. Şuşada itkin düşən Abdullah Quliyev son mənzilə yola salındı. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdullah Novruzoğlu Quliyev torpağa tapşırılıb. Dəfn mərasimi Abşeron rayonunun Saray qəsəbə qəbirstanlığında təşkil edilib. Mərasimdə şəhidin doğmaları, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirinin əməkdaşları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Mərasimdən sonra onun nəşinin qalıqları vətən torpağına tapşırılıb. Qeyd edək ki, Abdullah Quliyev 26 oktyabr 1968-ci ildə Göyçay rayonunda anadan olub. O, 1-ci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb və 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi. 33 il sonra şəhidimizin nəşinin tapılması ailəsi və bütün xalq üçün həm kədərli, həm də qürurverici hadisə kimi dəyərləndirildi. Allah şəhidimizin ruhunu şad eləsin. Amin. Allah şəhidlərimizi rəhmət eləsin və Allah dövlətimizi, millətimizi, xalqımızı, cəmaatımızı, dövlət başçımızı qorusun. Belə deyim ki, çox cəsarətli oğlan idi. Gözündə qorxu deyilən bir şey yox idi. Özü də belə deyək də, onu könüllü gedib yazılmışdı Şuşa batalyonuna. Orada da şəhid oldu. Biz 33 ildə gözləyirdik onu. Yəni 33 ildə heç bir xəbər də yox idi. Yəni bu günləri biz üçün bir tərəfdən barışmışdıq 33 ildəki, 33 ildə yəqin şəhid olub. Bu da bir şərəfli aldı ki, heç olmasa ziyarət eləməli yerimiz olacaq. Bir dənə yalnız onu deyə bilərəm ki, göz aydınlıq verin mənə. Yəni mən elə bir bacıram ki, onun meydana qurban demişəm, indi buradan çıxan kimi gedib onun qurbanını da kəsəcəm. Gözümün qarşımda böyümüşdü, mərd uşağı idi, elə bir uşağı idi ki, yoldan keçən bir adam olaydı, heç tanımadığı ya qız olaydı, ya qadın, ya ana, bütün canını qoyardı onun yolunda ki, tək o adamın işi düzəlsin, özü ziyan da götürsün. Heç kim düşmür xatıra, axşam yatdım, yuxuda gördüm ki, bu bizim son beşiyimiz idi. Gördüm metroda kimsə bir ermənini tuturlar. O da yapışır mənim parmağımdan, baba bu çiçələ parmağımı bərkdən sıxır. Bir də baxdım ki, parmağım sümüyü yoxdur, ətim belə sallanır. Durdum, tez zəng elədim anama kimi, ana nəsə, bunda nəsə var, Abdullahdan xəbər. O da elə 3 gündən sonra xəbər gəldi ki, belə itkinmiş. 33 il qeyri-müəyyənlik şəraitində yaşamağın necə ağrılı, acılı olduğunu ancaq itkin ailələri bilir. Bu 33 ildə gözlərimiz yolda, qulaqlarımız səsdə olub. Çox şükürlər olsun ki, mühtərəm prezidentimizin dəmir yumruğu sayəsində, ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız azad olunub. Şəhidlərimizin qanı yerdə qalmadı. Deyərdim ki, arzu eləyərdim daha doğrusu ki, bütün belə acılı, şirinli xəbərlərdən bütün itkin ailələri alsın. Sözün əsl mənasında bu sözün bitdiyi yerdir. Çünki biz bilmirik göz aydınlıq qəbul eləyək, bilmirik kədərlənək. Yəni qeyri-müəyyənlik yeni də şəraitindəyik. Ən azından ağlamağa yerimiz oldu, ürəyimizi açmağa yerimiz oldu, çiçək qoymağa yerimiz oldu. Çox sağ olsunlar, bütün dövlətimiz sağ olsun. Hər zaman qardaşımla qürur duymuşam. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.